Xanım mühafizə işi var yoldaşlar. Əslində yəni bu təkcə xanımlar üçün deyil, bəylər üçündür, amma bu video məhz xanımlara xitab eləyir. Çünki bəylər üçün daha çox mühafizəçi işləri var. Deməli bu xanımlar burada deməli 23-43 yaş aralığında olmalıdır. Boyları heç olmasa 165 sm olmalıdır. Fiziki cəhətdən sağlam olmalıdırlar. Təhlükəsizlik və mühafizə sahəsində iş təcrübəniz olmalıdır. Varsa 800 manatlıq belə bir işdir. Səhər saat 8-dən axşam 8-ə kimidir. 2 gün gündüz növbəsi, 2 gündə istirahətdir yoldaşlar. 800 manat net əmək haqqıdır. Heydər Əliyev Beynəlxalq Aeroportundadır. Naharla da təmin olunursunuz. Avtobuslar da var yoldaşlar. Yəni servislər də var. Yəni Koroğlu metrosundan, Bakıxanovdan, Əmircandan, Mərdəkandan, Binədən, Suraxandan və s. yerdən ödənişsiz servis nəqliyyatlar da var. Yəni işə gedib gəlməniz üçün. Təhlükəsizlik üzrə nəzarət işi var. Bu işə müraciət edə bilərsiniz. Bu işə də müraciət etmək üçün CV-niz olmalıdır yoldaşlar. Bu işə də müraciət etməklə dəstək etsə və hətta digər işlərlə də tanış olmaq istəsə, ümumiyyətlə iş tapma səsini çəkirsinizsə, onunla bağlı əlaqə vasitəsindən mesaj yaza bilərsiniz. Əlaqə vasitəsi siz bu videonu YouTube-da görürsünüzsə, videonun adında qeyd olunur əlaqə vasitəsi. Yox, əgər TikTok-da görürsünüzsə, o zaman bu videonun adının altında Toğrul Rəcəb sözü yazılıb. Həmin o sözü toxunaraq Toğrul Rəcəb adlı TikTok kanalına daxil ola bilərsiniz və kanala daxil olduqdan sonra diqqət eləsəniz, profildə əlaqə vasitəsi var. Həmin əlaqə vasitəsini götürüb mesaj yaza bilərsiniz.